Mütləq şəkildə. Mən düşünürəm ki, həmin obyektlərin hamısında bir biznes, turist obyekti kimi yanaşmaq lazımdır və biz təbii ki, kasıb insanlarımızı, istedadlı övladlarımızı, vətəndaşlarımızı da unuda bilmərik. Onlar üçün güzəştlər olunmalıdır ki, bu da ya onlar müəyyən güzəşt müqabilində az pul ödəyərək məşq eləyirlər, orada məşğul olurlar, ya da ki, ümumiyyətlə ödəmirlər, məşq eləyirlər. Amma sırf olaraq oturmaq, gözləmək, bir vaxt dövlət gəlib burada tədbir keçirəcək, kimsə müraciət edəcək ki, mən burada tədbir keçirim. Onlar özləri burada biznes kimi yanaşmalıdır ki, müxtəlif təşkilatlara, biznes orqanlarına, idman təşkilatlarına məktublar göndərsinlər ki, biz sizin üçün şərait yarada bilərək, gəlin tədbirlərinizi bizdə keçirin. Və yaxud orada müəyyən konferanslar düzənləmək üçün təşkil etsinlər ki, gəlin konferansınızı burada keçirin. İcra hakimiyyətlərinə müraciət etsinlər ki, tədbirlərinizi bura salın, bizə ödəniş edin, sizin üçün bu şəraiti yarada bilərik. Yaxud ayrı-ayrı dövlət tədbirləri, ayrı-ayrı vətəndaş tədbirləri, ayrı-ayrı biznes tədbirləri nə olsun keçirsinlər və bunun da müqabilində müəyyən bir pullar alsınlar. Əslində dövlət bunun üçün imkan yaradıb onların nizamnaməsində. Onlar buna məşğul ola bilərlər. Amma indi kiminsə bacarığı var, kiminsə bacarığı yoxdur. Ona görə də o cür yerlərə biznes təfəkkürlü və biznes kimi işləyirlər. Və hətta mən deyərdim ki, bəlkə də onları bir biznesmenlərə icarəyə versinlər. Və yaxud onlara versinlər, onlarla müqavilə bağlasınlar ki, siz buranı işlədirsiniz və həm buranı saxlayırsınız, amma bu qədər də yəni büdcəyə ödəyirsiniz və yaxud onun öz inkişafına. Onlar özləri, yəni ki, orada artıq hansı ki, İdman Nazirliyinin nəzdindədir. Mənə belə gəlir ki, onun yolları var və buna da yəqin ki, yaxın zamanlarda qərar verib gedərlər, başqa yolu yoxdur.